Bugün saz söz axşamı özünün bütün ruhuyla Kəlbəcər ovqatına köklənib. Bu da səbəbsiz deyil. Çünki Kəlbəcər tarixən Azərbaycanın elə mahallarındandır, elə əzəmətli yerlərindəndir ki, orada uca dağlarımız, tarixi coğrafiyamızın, etnoqrafiyamızın yüksək, uca mərtəbələri də görünür. Həm də sazımızın, sözümüzün ucalığı da o məkandan boylanır. Tarixən Göyçə ilə qardaş kimi çiyin-çiyinə olan bir mahaldır və Dədə Ələsgər, Dədə Şəmşir bu ocaqlardan, bu torpaqlardan boy göstərir və bugün Kəlbəcər adı gəldiyi zaman həm Göyçəmizdən Dədə Ələsgərin ruhu boy göstərir, Kəlbəcərdən Dədə Şəmşirin ruhu boy göstərir və onların sözlərində, ruhunda olan o Azərbaycanın bahadırlıq gücü, bahadırlıq qüdrəti hər məqamda özünü göstərir. Bugün biz Kəlbəcərə doğru getməkdəyik. Kəlbəcərin dağları, zirvələri Azərbaycan bayrağının yolunu həsrətlə gözləməkdədir və yaxın zamanlarda yəqin ki, bayrağımız o məqamlarda dalğalanacaq. Mən istəyirəm ki, verilişimiz boyu aşıqlarımızı dəvət eləmişik, Kəlbəcər elindən olan aşıqlarımızdır. Verilişimiz boyu Kəlbəcərin gözəlliyini tərənnüm eləyən, onun tarixi qüdrətini, onun el cəmaatının hünərlərini, rəşadətini, bahadırlığını, Koroğlu'nun tərənnüm eləyən mahnılar oxunsun. O anlamda havalarımızı da təqribən Misridən Sulduziya qədər, ən müxtəlif havaları, Ovçarıya qədər, ən müxtəlif havaları vətənpərvərlik, qəhrəmanlıq, döyüşkənlik ruhuna həsr eləmişik. Burada, bu yerdə görəcəyiniz aşıqlar o məqamları sizlərə təqdim eləyəcək. İndi istedadlı aşığımız Şöhrət Kərimov və gözəl balabançımız İbadət Allahverdiyev Misri havası üstündə Eldar Kəlbəcərlinin Kəlbəcərə həsr olunmuş məşhur bir şeirini oxuyacaq, ondan sonra söhbətimizi davam eləyəcək. Buyursun aşıqlarımız. Cavahirdir, dünyanın şöhrəti Kəlbəcərdədir, ay qadınım. Yaşamağın olası behiştin qiyməti Kəlbəcərdədir. Belə ömür sürmək yaşamağın olası behiştin qiyməti Kəlbəcərdədir, ay qadınım.
geleydin ey. Ay, sevirem neyi? Çaydı canı, Eldar'ın cenneti Kelbecer'dedir. Ay kadınım ay. Çox gözəl bir ifadə, mən təşəkkür eləyirəm. Bu şeirdə də boya-boy doğrudan Kəlbəcərin həm gözəlliyi, həm sərvəti, həm mənəvi qüdrəti öz belə deyək ki, axar-baxarını tapıb. Sən də çox gözəl oxudun, balabançımız da var olsun. Ürəkdən misri ilə təqdim elədi. İnşallah mən əvvəllər də demişəm, bu səs, bu səda, sazın bu nəfəsi Kəlbəcər səsi sorağınla ta Kəlbəcərin özündən üzü bəri səslənəcək. Bugün biz Kəlbəcərə doğru gedirik. Amma bir gündə sizin səsiniz, sədanız Kəlbəcərdən bizə doğru gəlmiş olacaq. Tarixən ustad aşıqlarımız eldən elə, mahaldan mahala gəzib dolaşar və o elin, mahalın qədrini, qiymətini də öz poetik incilərinə, yəni söz sərvətinə köçürərdi. Bu sıradan Dədə Ələsgərin Azərbaycanın ən müxtəlif məkanlarıyla bağlı dediyi sözlər var. Onun biri də Kəlbəcər haqqındadır. Ustad deyir ki, gəşt eləyib bu dünyanı dolandım, Kəlbəcərin xeyri şəri yaxşıdır. Mən bugün buraya dəvət elədiyim ustad aşıq, əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı bu şeiri boya-boy deyəcək. Daha sonra Dədə Ələsgərdən sonra onun şagirdi Dədə Şəmşirin də bir şeirini deyəcək, ruhani havasının üstündə. Onu da istəyirəm ki, bu yerdə Ədalət Dəlidağlının adını daşı, təxəllüsünü daşıdığı Dəli Dağda bu səsi sədanı eşitmiş olsun. Çünki Dəli Dağda bu səsə sədaya həsrətdir və inşallah o vüsala yetişəcək və sazımızın, sözümüzün sorağı da Dəli Dağdan Ədalətin sazından dikələcək. Buyursun Ədalət. Gəşt elədim, bu dünyanı dolandım. Kəlbəcərin xeyri şəri yaxşıdır. Məscid minarəsi, məktəbxanası, torpağı şirindir. Yeri yaxşıdır. Züleyxa təmkində gözəllər hamı, siması, libası, qurğu, nizamı, qardaş deyib dindirirlər adamı, hörmətləri, mərfətləri yaxşıdır. Həsənalı Kəlbəcərdə bir xandır, zümrüd kəlməlidir, vəsb-i zabandır, kamil kamandardır, atıb vurandır, qovğa günü igidləri yaxşıdır. Yeyin olsun Nəbi bəyin yığıvalı, İskəndər Cəlallı, Hatəm Saxalı, İnəyin kərəsi, beçənin balı, çayı, qəndi, samavarı yaxşıdır. Ələsgər mərd gördü, bir dastan açdı. Tərlan qaynaqlıdır, aslan savaşdı. İgidlərdə Nəbi hamıdan başdı. Gözəllərdə nənəpəri yaxşıdır, Ustada rəhmət. Ruhani gəlsin. Könül aşığı sen, dolan yorulma. Hey başına, ayağına vətənin. Bu cənnətdən özgə yana vurulma. İsin isti ocağına vətənin.
ata yolun saxlayar mı hər oğul? Ata yolun saxlayar mı hər oğul? Öz yurdunun qurbanıdır nər oğul? O bir ana, mən də ona bir oğul. Sığınmışam qucağına vətənin. Yoldan azan satqınlara uymaram. Gözəl yerin ləzzətindən doymaram. Yaxşılıqdan başqa bir söz qoymaram, gedib çatar qulağına vətəninin. Mərd ata, mərd oğul el misalıdır. Yiğidin ürəyi öz mahalıdır. Kişinin əzası qarışmalıdır, ölən günü torpağına vətənin. Qoy güllə namərdin gözünə dəysin. Şəmşirin söz oxu üzünə dəysin. Daş atanın daşı özünə dəysin. Toxunmasın dırnağına vətənin. Toxunmasın dırnağına vətənin. Zada rəhmət. Qarabağ Azərbaycandır. Var ol ədalət, ürəyin var olsun. Həqiqətən burada bu oxuduğunuz sözlər Dədə Şəmşirin sözlərində çox mübarək misralar var idi. Bəli. Birisi də o idi ki, yaxşılıqdan başqa bir söz qoymaram, gedib çata qulağına vətənin. Yəni türk ozanı, türkün ustad aşığı ancaq yaxşılıq tərənnüm eləyən bir sənətkar olub və bu şeirdə də o məqam var. Daha sonra deyir ki, kişinin ölən günü qarışmalıdır, torpağına vətənin. Yəni, Dədə Şəmşir həqiqətən Kəlbəcər torpağına qarışıbdır, orada bir ruha çevrilibdir, müqəddəs bir ruha çevrilib və bugün Azərbaycan sazını, sözünü orada gözləyir və biz də ona yetməkdəyik. Sazımızla, sözümüzlə oraya yetişəcəyik və sənin səsləndirdiyin bu ruhani Kəlbəcərin ruhu oldu, ruhunun diriliyi oldu. Belə deyək ki, onun əzəməti, müqəddəsliyi kimi səsləndi. Ona görə ürəkdən sənə təşəkkür edirəm, var ol. Böyük ustadımız Dədə Şəmşirin adı keçəndə onun davamçıları olan çox dəyərli sənətkarlar gəldi, durdu gözümün qabağında. Qəmkeş Allah verdi.
Xalıqverdi Həmidoğlu və Qardaşxan Mehdiyev. Bu üç ustadı mən ona görə xüsusi qeyd edirəm ki, onlar uzun illər ərzində Kəlbəcərin sazını, sözünü, sənətinin urvatını yüksək səviyyədə tutdular. Bu istiqamətdə bir başqa sənətkarın da adını, şairimizin adını da xüsusi vurğulamalıyam, o Məmməd Aslandır. Məmməd Aslan həmişə öz şeirlərinlə Kəlbəcərə bir qürur gətirirdi və Kəlbəcərin qürurunu da özünlə daşıyırdı. Amma son olaraq Kəlbəcər yanğısı və həsrəti ilə gözlərini dünyadan yumdu. Hər zaman şeirlərində Kəlbəcərin, Dəli Dağın, Qoşqarın, ən müxtəlif istiqamətdə Kəlbəcərdən gələn tarixi coğrafiyanın nəzəmətinin ifadəsini özündə cəmləşdirirdi. Və bunun bir ümumi mənzərəsini də son olaraq Azərbaycanla yekunlaşdırırdı. Məşhur bir şeiri var, indi aşıqlarımız onu oxuyacaqlar. Sözünün sonunda deyir ki, səndən özgə Azərbaycan nə var mənim ürəyimdə? Yəni, bütün varlığında, ruhunda Məmməd Aslan Azərbaycan varlığını daşıyırdı, Kəlbəcər ruhu ilə bərabər. Burada bizim gözəl aşığımız Elbrus Hüseynov, İbadət Allahverdiyevlə birlikdə bu gözəl sözləri bizə təqdim eləyəcək. İnşallah görəcəyik ki, bu sözlərin yüksək təqdimatı hansı səviyyədə bizim tamaşaçılarımıza çatır. Meydan sizindir. Yazda əriş arğac olur, Kəlbəcərə gedən yollar. Köçdə örüş arxac olur, Kəlbəcərə gedən yollar. Cürət yeyib tər üyüdür, dağ nənnisi yüyrüdür. Dəli dağın hörüyüdür, Kəlbəcərə gedən yollar. Buna əsrar, buna fənddir, göy üzündə daş kəmənddir. Şəmşir yazan qıfılbənddir, Kəlbəcərə gedən yollar. Qayaları biçib gedir, min bulaqdan içib gedir. Ürəyimdən keçib gedir, Kəlbəcərə gedən yollar. Çağlayan ay curbulaqlar, o çağlayan curbulaqlar, çağlar mənim ay ürəyimdə. Yoldan ötən ay yolcuları, yoldan ötən yolcuları, saxlar mənim ürəyimdə. Saxlar mənim ürəyimdə, saxlar mənim ay ürəyimdən. Ay kelli ceyran, ay kelli ceyran.
Çox var olasın. Gözəl bir şahsevəni üstündə həqiqətən Məmməd Aslan ürəyinin xəritəsini, Azərbaycan xəritəsini təqdim elədi. Əslində şairin, aşığın təqdim elədiyi o xəritədə nə var? Xəritədə o dilin ruhu var, o xalqın ruhu var, onun mədəniyyəti var. O mənzərəni də siz yaratdınız və ustadın da ruhu şad olsun. Məmməd Aslanın gözəl şeirindən sonra mən bir neçə şairin də adını çəkmək istəyirəm. Kəlbəcərdən olan, xüsusən Bəhmən Vətənoğlunun, Şücaətin və gözəl qardaşımız Adil Cəmilin. Çünki bunlar zaman-zaman öz şeirlərinlə həm belə deyək ki, Kəlbəcərin coğrafiyasını, onun tarixi mədəniyyətini, mənəvi zənginliyini təqdim eləyiblər. Həm də aşıqlarla sıx əlaqədə olublar. Elə bir Kəlbəcər aşığını tapa bilməzsən ki, o Bəhmən Vətənoğlundan, Şücaətdən, Adil Cəmildən şeirlər oxumasınlar. O mənada bugün aşıqlarımız yenə də gəliblər burada Əli Pənahoğlu sazınla İnşallah ki, qəhrəmanı üstündə Kəlbəcərə həsr olunmuş Bəhmən Vətənoğlunun gözəl oylağıdır şeirini təqdim eləyəcək və görəcəyik ki, doğrudan da bu nər oylağını, şir oylağını, Koroğlu oylağını bizim ustadımız, ustad sənətkarımız necə möhürləyib tarixin yaddaşına həkk eləyibdir. Meydan sizindir. O belə gördüyün bu yerler cömert oynağı, gördüyün bu yerler cömert oynağı, aslan yatağıdır, şir oylağıdır. Terlan yuvasıdır, baştan ayağa, terlan yuvasıdır, baştan ayağa. İkidi məskənidir, nə roylağıdır, a bülbül, bala bülbül, sola bülbül, qadan alır. İkidi məskənidir, nə roylağıdır, neynim, balam neynim, sonam neynim, qadan alım. Ay gülüm, 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 şirin dilim. Doyunca gezmişim her oylakların, doyunca gezmişim her oylakların, gözünden içmişim buz bulaklarını, bulana hürrem hürrem hürrem. Göylere baş çekir baş dağları, göylere baş çekir baş dağları, yayın ortasında kar oylağı, a bülbül, bala bülbül, sona bülbül, qadan alır. Yayın ortasında kar oylağıdır, neynim, balam neynim, sonam neynim, qadan alır. Ay gülüm, 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 şirin dilim, dilim, dilim. O belə sevimlidir.
geldi her bu çağday beteli. Hasret geldi bırakın Hıklarda çemeni Neydim bala neydim Sonra neydim Geden ölürüm ve ben ölürüm. O bulaklar sevdiğiniz behmeni. O bulaklar sevdiğiniz behmeni. Ocak oylağını, bir oylağını. A bülbül, bala bülbül, sana bülbül kadar aldı. Ocak oylağını, bir oylağını. Neydim, balam neydim, salam neydim kadar aldı. Ay gülüm, 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 şirin dilim, dilim, dilim. Gözəl ifadəyə görə hər ikinizə dərin təşəkkür eləyirəm. Onu da deyim ki, sən oxudun, gözümün qabağına Qardaşxan Mehdiyev gəldi. O qəhrəmanını bu tərzdə oxuyurdu və sən o ənənəni yaşatdığına görə var ol Günan. Yenə bizim aşıqlarımız gələcək, bizim tamaşaçılar görəcəklər ki, həqiqətən də Kəlbəcərdə bir saz söz ovqatı Dədə Şəmşirdən üzü bəri onun təkanından çox güclü şəkildə axıb getməkdədir. Sənin ifan da onu bir daha göstərdi və mən düşünürəm ki, biz Kəlbəcərə qaydandan sonra, Kəlbəcərdə yer olandan sonrasına oranın suyu, ətri, havası da o ənənənin daha da güclənməsi imkanını yaradacaq. Zaman mənim gözümün qabağını Səməd Vurğunla Dədə Şəmşirin o məşhur görüşməsi, dastan yaddaşına köçən görüşməsi gəlir və düşünürəm ki, o elə ənənələr, elə görüşmələr, poetik belə deyək ki, qarşılaşmalar bundan sonra da Kəlbəcərə yaraşacaq və onun yaylaqları boyu, onun gözəllikləri boyu baş alıb gedəcək. Onu yaşadan da sizin sazınız, sözünüz olacaq. O məqam, o gözəl günlər olsun inşallah. Aşıq Şəmşirin adı ilə bağlı olan Kəlbəcər aşıqlığının, o müqəddəs ocağın bugün bir qanadı da Bakıda yerləşən, hələlik ki, Bakıda inşallah Kəlbəcərdə yerləşəcək Dədə Şəmşir Mədəniyyət Ocağıdır. Bu Mədəniyyət Ocağı son illərdə dalbadal müxtəlif tədbirlər keçirir. Qəhrəmanlıqla bağlı, Kəlbəcərə qayıdışla bağlı. O cümlədən də Azərbaycan aşıq sənətinin UNESCO-da qeydiyyata alınmasının 10 illiyi ilə bağlı çox dəyərli bir layihənin içərisində qəhrəmanlıq dastanları, Koroğludan üzü bəri Azərbaycanın ən müxtəlif məkanlarında, xüsusən də Kəlbəcərdə, Laçında olan aşıqlar, olan repertuarındakı Koroğlu mövzuları geniş yer alır. Bu layihədə, bu işlənmiş, belə deyək ki, fəaliyyətdə bugün bizim aşıqlarımızın ifalarında da həmin məqamları sıx-sıx görürsünüz. O qəhrəmanlığı, o bahadırlığı görürsünüz. Gənc bir aşığımız gəldi buraya, Yolçu Salmanlı. Ofşarı üstündə həmin Dədə Şəmşirlə bağlı bir sözü oxuyacaq. Hamının əzbər bildiyi Murov Murğuz Qonur Qoşqar oğluyam möhrünlə imzalanmış qoşmadır. Onu oxuyacaq və görəcəyik ki, tarixi qüdrətindən, yerindən, Kəlbəcər ab-havasından, Kəlbəcər coğrafiyasından nə cür sazımız, sözümüz böyük qürur duyub, Dədə Şəmşir onu necə mənalandırıb, necə havalandırıb və aşıqlarımız onu necə yaşadırlar. Buyursunlar. Düşünceli şair hayalli terla yuva saran dağlar oğluyan. Anam üstü sudur atam del dağ Murovlül pergorun koşkar oğluyan. Anam üstü sudur atam deli dağ geden yar. Ay zülfüm
olmaz ay geden yaray ben eller. Murovlül pergoner Başkar ağlayan Laladın ergizdin evim eşiğim Köyneyim sık beşe koy vuruşuyum Ay geden yer bel olmaz Karanfildi kızıl güldü beşiğim Gül çehli bir lale zer ağlayan Karanfildi kızıl güldü beşiğim Ay geden yer Ay bel olmaz Zülfüm ara geden yar Gül şehli billah Lazer Ay bana gelay Cevahirdir Azerbaycan torpağı Cevahirdir Azerbaycan torpağı Kızıl gümüş her servetin yatağı Bel almaz zülfü var geden yar Uca zirvelerin lale bayrağı Şemşirem ne güzeldi yar ağlıyor Ayca zirvelerin lale bayrağı Ay geden yar Ay zülfümar Bel olmaz ay bel olmaz ay geden yar Hemşirem ne güzel bir yer Çox var olasan, onu deyim ki, gənc olmağına baxmayaraq artıq səsin yetkinləşib yaxşı ifaçı olacaqsan və ya Kəlbəcərin sözünü, sənətini, üzünü ağ olayan bir aşıq olacağını mən güman edirəm, düşünürəm. Yəqin ki, İbadət Allahverdiyevdə ustad balabançımızdır, onda da o ümid oyanır. Bu şeirin sonunda bir məqam var idi. Uca zirvələrin lalə bayrağı, o Azərbaycan bayrağıdır. O Azərbaycan bayrağı Kəlbəcərin o ən uca zirvələrində, Murovun, Dəli dağın zirvələrində dalğalanacaq. Bizi əslində gözümüzdə, könlümüzdə həmişə dalğalanır. Həmişə o yerdə görürük və bayrağımıza doğru getməkdəyik və bu şeirdə o anlamda o leytmotiv olaraq o xəttin keçməsi çox yerində oldu. Var olasan. Dədə Şəmşirin şeirlərində sıx-sıx adı keçən bir əzəmətli dağımız da Murovdur. Murov Azərbaycan bayrağının içərisindədir. Çünki Azərbaycan ordusu, rəşadətli, qüdrətli Azərbaycan ordusu Murova nəzarət eləyir və Murovdan başlayaraq digər ərazilərimiz də inşallah ki, ordumuzun, bayrağımızın işığında olacaq. Bu yerdə Dədə Şəmşirin Murovun rədifli bir qoşmasını İrəvan çuxuru havasından, bu da çox əzəmətli bir havadır, gözəl bir havadır. Elbrus Hüseynov təqdim eləyəcək. İbadət Allahverdiyev də bu gözəl havaya yəqin ki, öz balabanınla dəstək verəcək. Meydan aşığımızındır.
Qoşqar girib dayağına ey Murovun Həvləmi Sevinir ucalır gülür ürəyim bala Seviş düşür bayağına ey Murovun Həvləmi Seviş düşür bayağına Murovun qayadan almay qayadan alır Güzel yayla her məhsulu yay verir Qarabağa çay axıdır Çay verir, çay verir Sevləmək Hayarsız ildayır çiçək hay verir Bal süzülür dodağına ey Murovun Həvləmi Bal süzülür dodağına ey Murovun qayadan almay qayadan alır Şemşir qoynunda firavan saxlar balam Qurban yolduğum oya nə dağlar Həvləmi Hay əcəlindən ab həyat deyən var balam Sərin soyuq bulağın ey Murovun Sevləmək Sərin soyuq bulağına Murovun qayadan almay qayadan alır Çox var olasın. Həqiqətən böyük ustadın sözlərində çox bugün üçün səsləşən məqamlar var. Deyir ki, Qoşqar dönüb dayağına Murovun. Təkcə Qoşqar dönməyibdir, Şahdağı da dönübdür. Kəpəz də dönübdür dayağına Murovun. Azərbaycan dönübdür dayağına Murovun. O mənada Dədə Şəmşirin, böyük ustadımızın sözündə bir haqq var. Çünki onlar haqq açıqlarıdırlar. Elə sözləri söyləyirlər ki, o sözlər ilahi aləmdən gəlir. Haqq dərgahından gəlir. O mənada Murovun dayağı olan, dirəyi olan bütün Azərbaycandır. Bütün Azərbaycan dağları da Azərbaycanın mərd yiğitləridir, onun ordusudur, onun baş komutanıdır. Bizim dağlarımızı, o müqəddəs Kəlbəcər dağlarını qüdrətə gətirən həm də oradakı igidlərin Koroğlu nərələridir. O Koroğlu nərələrini, yəni Misri qılınc əlində meydanda olan Koroğlu nərələrini bugün Azərbaycan ordusu hər yerdə, hər məqamda göstərir.
və aşıqlarımız da oxuyanda o ruha, o ovqata köklənirik və bütövlükdə torpağımız köklənmiş olur. Elə düşünürəm ki, sazdan gələn bu səs, səda, Koroğlu nəfəsi dağlarımıza da bir qüdrət gətirir, bir əzəmət gətirir. Onu indi aşığımızın ifasında səslənərkən də görəcəyik. Əli Pənahoğlu Misri qılıncı meydana çağırsın, görək nə deyir. Ay hay gürrelenme yağı düşme Gürrelenme yağı düşmem Misri kılınca kaçaram Misri kılınca kaçaram Atlaram şeşber kimi Atlaram şeşber kimi Bağrın başına bataram Bağrın başına bataram Atlaram şeşber kimi Aman 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 Canım aman balar Kalmay derdin alır Bağrın başına bataram, bağrın başına bataram O belə haygır başdan meydanım Haygır batsam meydanı Su təkahı daram qanı Su təkahı daram qanı Dəstəliydi bəyxanı Dəstəliydi bəyxanı Qıratın döşünə qaltaram Qıratın döşünə qaltaram O belə qoş Koroğlu öz karında Qoş Koroğlu öz karında Dönü çıxmaz il qarında Dönü çıxmaz il qarında Çəkib Hələv bazarında Çəkib Hələv bazarında Səni bul deyib satıram Səni bul deyib satıram Çəkib Hələv bazarında Ay aman aman canam aman Bu yaman aman ağır qalmay dərdin alır Səni qul deyib sataram Səni qul deyib sataram Çox var olasınız. Həqiqətən bu şeirdə xüsusi bir məqam var. Deyir ki, qatıb qıratın qabağına səni dəstələyib Hələbdə sataram. Bizim bu Azərbaycan ordusunun qüdrəti, gücü o yerdə, o məqamdadır ki, atın yox, topun, tankın qabağında düşməni, yağı düşməni öz yurduna, yuvasına, öz məkanına qədər qovub aparmaq gücündədir. İnşallah o Koroğludan gələn o qüdrəti ordumuz hər yerdə, hər məqamda göstərəcək. Bugün aşıqlarımız dönüb-dönüb dağlarımızı, onların qüdrətini, əzəmətini vurğuladılar. Bu əzəmət onunla bağlıdır ki, o əzəməti oraya təqdim eləyən söz var, güc var, xalqın böyük ürəyi var. Həm də bugün o böyük ürəyi təqdim eləyən, o böyük ürəyi yaşadan Azərbaycan ordusu var. Yəni dağlarımız əslində Azərbaycan ordusunun qüdrəti ilə o cür əzəmətli, möhtəşəm görünürlər.
İndi Koroğlu'nun sözlərini bizim gənc aşığımız Yolçu Salmanlı bir daha oxuyacaq və görəcəyik ki, o dağlardakı mərd oğullar, əskər oğullar, Azərbaycan oğulları o gücü, qüdrəti həm də bizim tarixi keçmişimizdən, tarixi Koroğlu qüdrətimizdən alır. Buyursun aşığımız. Bizim elini giyirler. Ay bizim elini giyirler. Girer meydana merd, olur merd, olur merd, olur. Ölünce meydanlar kaçmaz. Ölünce meydanlar kaçmaz. Girende meydan gir, olur aman, olur aman, alır. Ölünce meydandan kaçmaz ay baba. Giranda meydan gerd olur, giranda meydan gerd olur. Sert kayada yurt olmaz. Sert kayada yurt olmaz. Muhallata sözler olmaza sözler, olmaza sözler olmaz. Çakaları yumur olmaz. Çakaları yumur olmaz. Yine kurdan olur kadak, alayım kadak, alayım. Ey, ben aşık yaraşık bülbül gülün yaraşık Azerbaycan İsrail bayrağı. Yeryüzüne yaraşık da İgitlerim ofçu, ofçu. İgitlerim ofçu, ofçu. At minip düşmanı, kopcuna canan, kopcuna yaman, kopcuna. Belimde misri kılıncı,
dağlara Koroğlu kimi mərd olur Koroğlu kimi mərd olur Qoy o sözləri bir daha səndən qəyan istəyirəm bizim tamaşaçılarımın dinləsin. Deyir ki, çaqqal əniyi qurd olmaz. Yenə qurd oğlu qurd olur. Koroğlu deyir. Bəli. Yəni çaqqalın balası, çaqqal əniyi qurd olmaz. Yenə qurd oğlu qurd olur. Yəni Oğuz oğlu, Koroğlu oğlu, Azərbaycan oğlu qurd oğludur. O qurd olur, o basılmazdı, yenilməzdi. Koroğlu'nun bu şeirini çok güzel təqdim elədin. Sulduzu havası da o ifaya yaraşırdı. Bugün Kəlbəcərlə bağlı olan, belə deyək ki, Koroğlu ovqatımızı Misri ilə başladıq. Misri Koroğlu havasıdır. Və o mahnını oxuyan gözəl aşığımız Şöhrət Kərimli mənə dedi ki, Məhərrəm əlim, qoy cəngi ilə də yekunlaşdırım. Mən də razılaşdım. Cəngi üstündə birbaşa Kəlbəcərə gedən bir əhvalı təqdim eləyəcək. Minəm at belinə, köhlən at belinə, gedəm dağlara. Qəmbər Şəmkiroğlu'nun sözləridir. Ustad oğlu, ustadın özünə layiq, onun ruhuna layiq sözlər təqdim eləyib və bu sözlərdə də bugün bizim yenilməz ruhumuz, qüdrətimiz öz əksini tapır. Buyursun aşığımız. Neçə nəğmə qoşub dədəm dağlara, dağlara, ya dağlara, ya dağlara, o dağlara, a dağlara, hey, hey, a dağlara, a dağlara, dədəm dağlara, dağlara,
Ay, benim o dağların alan ata. Gömber denen olmaz hata. Aman aman aman. Aman ay. O dağlara kabak çatar. O dağlara kabak çatar. Sadam dağlara dağlara ya dağlara ya dağlara. O dağlara o dağlara hey hey o dağlara o dağlara o dağlara o dağlara. Sadam dağlara dağlara o dağlara o dağlara. Mən düşünürəm ki, bu səs, səda şeirdə deyilən kimi məndən qabaq gedib çata dağlara anlamında yerindədir və dalınla da sazımızla, sözümüzlə özümüz birlikdə gedib çatacağıq. Siz sazınızla hazır durun. Azərbaycan ordusununla bərabər Azərbaycan aşıq ordusu da Kəlbəcərimizə yetişəcək. Hörmətli tamaşaçılar, bugün Kəlbəcər ovqatına köklənmiş sazımızla, sözümüzlə bütün ruhumuzu təqdim elədik. Bu ruh Azərbaycan xalqının, Azərbaycan ordusunun, Azərbaycan dövlətinin, Azərbaycan millətinin ruhudur. Və sazımızdan boylanan bu ruhu inşallah ki, hər yerdə, hər zaman baş ucalığınla sizlərə təqdim eləyəcəyik. Ürəyiniz var olsunuz, sazınız, sözünüz həmişə Kəlbəcər dağları kimi o gözəl yerlərdən, məkanlardan gəlsin. Var olun.